temperatur arasındakı əlaqəyə baxırıq. Gəlin indi bu qabın içərisinə bir qədər deməli maddə daxil, hər hansı bir maddə daxil edək. Baxırıq, məsələn, daxil eləyirik qabın içinə. Görürsüz uşaqlar, burada molekullarımızın sayı artdıqca, yəni konsentrasiyası artdıqca, baxın, təzyiq də artır. Görürsüz, yəni konsentrasiya artdıqca təzyiq də artır. Bu da P bərabərdir NKT düsturuna əsasəndir. Biz bilirik ki, temperatur sabit qalanda, görürsüz, mən qazı qızdırmadım, heç nə eləmədim burada. Temperatur sabitdir. Buradan gördük ki, təzyiq konsentrasiya ilə düz mütənasib. Yəni konsentrasiya artdıqca təzyiq də artır. İndi qazı daxil elədim. Görürsüz ki, qabımız bağlıdır, kip bağlıdır, açıq yeri yoxdur, yəni həcmimiz sabitdir. Temperaturumuz da sabitdir, təzyiqimiz də hal-hazırda müəyyən təzyiqi göstərir. İndi baxırıq, deməli, mən bu qazı qızdırıram. Yəni, temperaturunu artırıram, görürsüz, həcmimiz sabitdir. Həcmi heç nə eləmirəm, artırıb azaltmıram həcmi. Yəni, qabın həcmi eyni olaraq qalır. Mən indi qazı qızdırıram, görək nə baş verəcək. Baxın, mən qazı qızdırdıqca görürsüz ki, təzyiq artmağa başladı. Deməli, biz buradan nə gördük? Bu artıq izoxor prosesdir. Bu prosesin adı izoxor prosesdir. Yəni, həcm sabit qalır, qazı qızdırdıqca təzyiqimiz artır. Buradan gördük ki, izoxor prosesdə təzyiq artdıqca, daha doğrusu temperatur artdıqca təzyiq də artır. İndi neyniyək? İndi isə bu prosesin təbii ki, əksi də doğrudur. Mən indi qazı soyuduram. Qazı soyudanda isə görürsüz ki, təzyiq azalmağa başlayır və molekulların